Artıq əski yazanlar, kişilikləri, cəsarətləri çatmır öz səhifələri ilə. Gəlib bizə nəsə yazsınlar, fake səhifələrlə yazırlar, başlayırlar insanın nəfsini qabatmağa. Deməli, Turqayın dediyi hədisdə var, kainatın dediyi məsələ tamam başqadır. Bu Məmməd Bağır müdafiə eləməyə çalışır. Allah Rəsulundan da hədis var, Həzrət Əli Aleyhisselamdan da, İmam Sadiq Aleyhisselamdan da. Buyurur ki, ahirət zamanda zina ilə Allaha şərik qoşmaqla bərabər bir şey var ki, başqa, yad kişi... Hızıbın danışığın bir qulaq as, ha. Qulaq as, sənin açı yığıram səndən, qulaq as. Yığıb məndən qələt eləyəcəksən, Məmməd Səni sifətin eləyir, qulaq as. Qulaq as. Başından böyle qələt eləməsən. Mən yığıram səndən, qulaq as. Yığıb nə çox yiyəcəksən, çox yiyəcəksən. Satın yiyir. Kulağın savaş aldı. Bir kere sen yapıldı gətbə qalası. Hadi basalım ikisini de. Səni sifətin eləyir, qulaq as. Qulaq as. Başından böyle qələt eləməsən. Mən yığıram səndən, qulaq as. Yığıb nə çox yiyəcəksən, çox yiyəcəksən. Satın yiyir. Kulağın savaş aldı. Bir kere sen yapıldı gətbə qalası. Hadi basalım ikisini de. Allah da şahitdir ki, heç kəsə prideldən aşıb ana söyüş söyməmişəm. Bu bir. İkincisi, mənim anam Peyğəmbərin nəslindəndir. Mən sənlə öz dünyavi nəfsimin məsələsinin dağ-dağa rast gəlməsi insan insana rast gələr. Başa düşürsə, mənim anama elədiyin təhqirin mən sənə cavabın misli ilə verəcəyəm. Bu qalsın qıraqda. Ancaq ki, Peyğəmbər nəslindən olan bir qadını söydüyübə görə qiyamət günü gedib Allahın Rəsuluna cavab verərsən. Həzrət Ay Məmməd xan, birincisi sən mənim anamı öz anamı bilsəydin, evdə qardaşlar arasında dava olanda qardaşlar bir-birinə söyürlər, öz analarına söymürlər. Başa düşdün? O fətvanın hallarını, o fətva necə deyilib, bir də gəl ki, qoy ekrana gözləyib. Ekrana göndərmiş kitabı gətirəcəm. Cəmcəli kitabı gətirəcəm. Bax, indi mən deyim nədir məsələn. Yox, sən gətir, nə qədər bir şey deyəcəm, sən gətir. Denən. Deyəm, bax, o məsələ necədir? Birincisi, bir dəqiqədə səbr elə bir. Birincisi, süni mayalanmanın bir neçə variantı var və halı var. Bax, qulaq as. İkincisi, burada bir süni mayalanma prosesində başqa bir qadının bətni istifadə olunursa, burada iki hal var. Birincisi, o əgər şeydirsə, əri yoxdursa, qulaq as. Bakirə deyilsə, onun özü ilə müvəqqəti nicaha bağlanılır. Məmməd xan, Xameneyi elə deyil, nağıl danışır. Deyəcəm, mən biləm Xameneyi nə deyir. Qulaq as. Birincisi, bu üsul fiqh sistemində bütün müştəhlər bunu bəyənmir. Qəbul etmir. Haram deyənlər də var. Məsələn, Sistanağa qəbul etmir. Mərhum Qorbani dedi, bu vələdüzünalığı artırmaq. Yox, vələdüzünalıq ayrı bir hökmdür. İndi onu demirəm. Sistanağa məsələn burada deyir ki, Sistanağa burada nə deyir? Deyir ki, nəsəb məsələsi var. Uşağın adlandırılma məsələsi. Kimə aid olması? Məsələn, bioloji atadırmı, yoxsa bunun sosial atası, kim atası var? Bu hansına aid olacaq? Ayətullah Xameneyinin süni mayalarını Ayətullah Xameneyi də deyir ki, bax, diqqət elə, əgər burada nicah məsələsi varsa, diqqət elə, prosesin özü zina deyil, amma nə hallar qoyur? Deyir ki, bunun təfsisatı baxılmayıb. Ərli qadın mı? Ərli qadın. Ərli qadın, sən nədir edə bilərsən onu? İndi gözlə gətirəm. Qoy mən deyim, ay çayını, qoy mən deyim, tələsən gedmə, əziz seçmiş. Qardaş, birincisi bir dənə hədisdir İmam Cəfər Sadiqdən. Ənə əşhəddən nəsə əzəbən yevməl qiyamətə raculun əqarra nutfətəhu fi rahimin yəhrumə aleyh. Düz çayla. Qiyamət günü insanların ən şiddətli əzab çəkənin nütfəsini özünə haram olan bir rəhmə qoyan kişidir. Bəli, bu zina haramdır. Bəli. Yox, əhsən, Ayətullah Sistanidir, Məkarim Şirazidir. Buradakı namusu qorumaq ayələr ki var, Nur surəsi 31, Müminin surəsi 7-ci ayət, 5-ci, 7-ci ayət. Oraya əsaslanıb deyirlər ki, qadına, kişinin mənisin, qadının rəhminə köçürülməsi haramdır. Rəhmi qorumaq deyiblər yalnız zinadan deyil, həm də naməhrəmin nütfəsindən qorunmaq mənasındadır. Amma Xameneyi deyir ki, orada nütfəni qoymaq ifadəsi
birbaşa cinsi əlaqəyə, zinaya işarə edir. Əgər deyirsiz sperma tibbi yolla cinsi əlaqə olmadan, haram işlərə yol vermədən köçürürsə, Bəli. özündə haram deyil. Bir dəqiqə deyəm. Sıxıram. Salam aleykum və rəhmətullah. Xahiş edirəm, aşağı dəyərdən diqqət edin. Fake səhifələrlə abijnik qalan Baxıram qardaş. səs Baxıram gəlir heç qardaş. yazmayıblar. Mənim səsim gəlir. Hə. Mən görmürəm kim Mənim nəsə səsim yazır. gəlir. Mən hədisi Gəlir, aşağıda xahiş edirəm. O artıq əski yazanlar kişilikləri, cəsarətləri çatmır öz səhifələri ilə. Gəlib bizə nəsə yazsınlar. Fake səhifələrlə yazırlar, başlayırlar insanın nəfsini qabatmağa. Deməli, Turqayın dediyi hədisdə var. Kainatın dediyi məsələ tamam başqadır. Bu Məmməd Bağır müdafiə eləməyə çalışır. Allah Rəsulundan da hədis var. Həzrət Əli əleyhissalamdan da, İmam Sadiq əleyhissalamdan da. Buyurur ki, axirət zamanda zina ilə Allaha şərik qoşmaqla bərabər bir şey var ki, başqa yad Ağzının danışığın bir qulaq as ha. Baba, sənin açı yığıram səndən. Qulaq as. yığıb məndən qələt eləyəcəksən, Məmməd Qələtli sənin sifətin eləyir. Qulaq as. Qulaq as. Başından böyle qələt eləməsən. Mən yığıram səndən. Qulaq as. Yığıb nə çox yiyəcəksən, çox yiyəcəksən. Satın yığıram. Bunların savaş aldı. Bir kere satın yoxuldu, gətlə balası. Hadi basalım ikisini de. Rahim ikisini də sağ. Rahim ikisini də sağ. Baba çaldı. Sen indi kulak. Mehmet Khan. Üzür istiyor. Mehmet Khan fikir meseleni. Bak kulak as. Kulak as. Mehmet Khan o fikir meseleni bilmeden yalandan öz attı ortaya. Bəli. Nurəli də bilmədən, sən deyirsən cəmaatın adına, adamın adı var, Məmməd Xan, niyə sən başqa cür deyirsən? Həqiqəti deyir də, cəmaatın adı var. Amma, ay qardaş, mənə diqqətlə qulaq as, Məmməd Xan, sən ha bax. Ay Nurəli, xahiş edirəm Nurəli, mən heç kimin canlısında belə şey eləmirəm da. Mənim canlımda heç kimin ixtiyarı yoxdur belə hədəf tutmasın, xahiş edirəm. Eləmirəm, qoşmayacağım, heç kimi qoşmayacağım. Deyirlər, kainat savadlısan, niyə danışmırsan? Həqiqəti deyib. Mövzunu Quran və Sünniyə gətirəndə kainatın ağzını yumurlar. Baxın, iki uza da ayıb olsun ki, iki uzun da qələtinə görə ailələriniz var, yoxuz, nəslinizi sürürsünüz. Onların bir günahı yoxdur. Soxun boyunuzdur, gedəsiniz, o başqa. Mən iradı qoymuşamsa, Məmməd Xan, öz verdiyim iradın cavabını da verməyə bacaram. Sən hər yerdən mənim işimə girişmə, xahiş edirəm. Bildin bilmədin girişmə. Gör nə fətvalar verirlər. Xahiş edirəm sizdən, şəxsizdə nə problemimiz varsa, gedin həll eləyin. Yusuf gördün qoymaqlar adamı danışmağa. Mən canlıda həmişə belə mövzular danışmışam ki, bir-birimizə hörmətlə yanaşın. Bir-birimizi hörmətlə qəbul eləyin. Qardaş, qəbul eləmirsən, eləmə də, ayrı məsələ. Amma canlılarda heç kim təhqir eləməsin, qardaş. Mənim ailəm var evdə. Hacı bizim ailemiz yoxdur, mənim anam batım sizin. Qardaş, biz ailəmizlə oturub qulaq asırıq burada. Kimisə kimsə söyüşü varsa, keçsin qırağa söyüşün dursun bir-birimizi. Ana bacımızın yanında söyüş söymüşəm mən indiyə qədər, söyüş söydülər. Biz heç kəsə hörmətsizlik eləməmişik, heç kim də bizə hörmətsizlik eləyə bilməz. Şiriyi də çatmaz. Mən ailəmlə qulaq asıram burada. Ya nəsə qutarım, indi gəlir mövzuya, ay qardaş. Mərhum şəhid, bax gör nə deyirəm, mən burada qırğına salmıram. Mərhum şəhid Seyyid Əli Xamneyinin Əcib Bətul İstiftaat şəri suallara cavab kitabında. Başqa kişinin nütvəsindən başqa bir əri olan əvvəl kişi və qadın evlənirlər, evlatları olmuş. Başqa kişinin nütvəsindən istifadə eləyərək suyunu mayalanmadan uşaq dünyaya gətirmək olarmı? Ayətullah Xamneyi deyir, harama gətirib çıxartmayacaqsa bir qəbahəti yoxdur. Harama gətirib çıxartmaq daha nə tər olur? Və uşaq, qadının bətnindəki uşaq nütvə sahibinə şamil olacaq. Həzrət Rəsul Əkrəm də deyir ki, cəhənnəmdə bir dəstə qadın gördüm ki, başqa kişilərin nütvəsini öz bətnlərində daşıyırdılar. Vay. İndi mən icazə versən kainat deyim usullərin rəyi nədir? Yox, Xamneyinin bir dəqiqə səbr elə, Turqay, mən çünki dinlikdən çıxıb qaydıram. İndi gəlib bura. Mən sizə deyirəm ki, bu əxbar və usulun arasındakı ixtilaflı bir-birinə zidd olan hökmləri yazanlar var ha. And ol Allaha olar, sonradan barmaq olunmuşdur.
Ola bilməz ki, qəbrin qazıb, qəbrindəki meyyit elə bil təzə bastırılmısan deyilən Şeyx Səduq Allah deyəndir. özü bilə-bilə cəmaatı Böyükdən atmadım, səsləri var. zəlalətə aparsın. Telegramda varımdır. Dəlil. Ola bilməz ki, böyük əxbar alimlərinin qəbul elədiyi və təsdiq elədiyi Şeyx Təbərsi kimi alimlərin, Şeyx Mufid kimi kişiyə Həzrət İmam zamanından 3 məktub gələr və deyə qardaşım Şeyx Mufid ortada hoqqabazlıq eləyər. Ola bilməz ki, Sıqatul İslam adı almış Şeyx Kuleyni insanları zəlalətə apara hədisləri ilə, ya cəm elədiyi hədislərlə. Hə, Kuleynin oxuyub başa düşməyənlər deyər zəlalətdir. Kuleyni Nəvadir babında hədis təmili deyir ki, bu hədislərə etina eləmirəm. O yadınıza saxlayın. Ola bilməz ki, Tusi kimi bir kişi Şeyxut Taifə adalı bir Şeyxut Taifə belə bir kişi insanları zəlalətə aparar. Bəzi başı götürə bilməyən cocuq-mocuqlar Şeyx Tusi Sümbüdən gəlib, Şeyx Mufid belə deyib, onlara, baba hələ indiki zamanədə onlara şər atılırsa, gör onların öz dönəmində nə qədər düşmənləri olub, öz dönəmində, məsələn,